Həm arıqlamaq, həm də ləzzətli yemək yemək istəyirsinizsə, bu salatı mütləq hazırlayın. Bu salatın adını özünüz sev salatı qoymuşam. Həmçinin bu smuzini də içənlər yağ yandıracaq. Özünü və bədənini sevən hər kəs bu salatı mütləq hazırlamalıdır. Ətlərimizi zeytun yağında qızardırıq. Bu toyuq əti də ola bilər. Iceberglərimizi də o əsnada başlayırıq belə doğramağa. Daha sonra bizə lazımdır çeri pomidor, xiyar, kök, qarğıdalı, noxud, qırmızı soğan da zövqə görə əlavə edə bilərsiniz. Amma bu salatın sirri onun sousundadır. Çox ləzzətli bir sos hazırlayırıq. İstəsəniz biber də əlavə edin. Nə qədər çox yaşıllıq, o qədər sağlıqlı həyat. Kontaktdan aldığım məhsulları sınayıram. Bu da dəhşət güclü bir blenderdır. Sousunu da belə hazırlayırıq. Bu blenderımdan çox razıyam, çünki o qədər güclüdür ki, qoz, fındıq, donmuş meyvə, buz, ağlınızdan keçəcək hər sərt ingredienti belə rahatlıqla sizə üyüdür, təhvil verir. Onu da demək istəyirəm ki, bu qədər güclü olmasına baxmayaraq çox sakit işini görür. Sousuna avokado, xama, qatı, tuz, istiot, paprika əlavə elədim, qarışdırdım. Çox ləzzətli bir sos alındı. Blenderın isə 2 dənə belə stəkanı var. Biri 900 ml-dir, biri 700 ml-dir. Belə videoda indi göstərəcəm. Xüsusi qapaqları var. Özümlə yola belə apara bilərəm. Məsəl üçün mən bunu hazırladım. Yarısını belə yedim, yarısını da idman özümlə aparacağam. Banan, kök, greypfrut, kətan toxumu, portağal, buz, su əlavə elədim və belə üyüdürəm. Çox ləzzətli, yağ yandıran bir sumizi olur. Hər dəfə idmana gedəndə belə özümlə maraqlı sumizlər hazırlayıram. Videoda gördüyünüz kimi indi yarısını evdə içirəm, yarısını idmana aparıram. Blenderın bıçaqları paslanmaz poladdan olduğu üçün buzu da asanlıqla parçalaya bilir. Sağlıqlı qidalanmamın 15-ci günündəyəm. Belə reseptlər üçün hekayəmi izləməyi unutma.